Əziz izləyicilər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Mən bugün sizlərlə birlikdə 8-ci sinif Azərbaycan dili 4-cü bölmənin 5-ci dərsi Evrika mövzusunu çalışmalarını izah edəcəyəm. Gəlin başlayaq. Orfoqrafiya çalışmaları ilə başlayaq. Bağçaya yox, bağçaya, fikirə yox, fikirə, Şekspirin yox, Şekspirin. Çalışma 1 ilə başlayaq. Deyir ki, Cəfər nə üçün lüğəti dilbil adlandırırdı? Çünki ad söz lüğət mənasında adlandırırdı. Ona görə dilbil adlandırılır. Çalışma 2. Mətnə əsasən Cəfər Cabbarlı demək olar. İsrarlı, görüşlü, dünya görüşlü, savadlı bir demək olar. Çalışma 3. Bu mətn təqdim edilmə formasına görə əvvəlki mətnlərdən nə ilə fərqlənir? Bu mətn digərlərindən monoloq tipində olması ilə fərqlənir. Çünki yalnız suallar var və monoloq tipindədir. Çalışma 4. Mətn ideyası müəyyən edin. Evrikanın teatrla nə əlaqəsi ola bilər? Əsas fikri müəyyən edirik. Əsas fikir burada yalnız axtarmaqdır. Nə isə axtarmaqdır. Ona görə də burada əsas fikir axtarmaq demək olar. Çalışma 5. Aşağıdakı hansı hikmətli fikir mətn ideyasına uyğundur? Bu uyğun olar ki, müvəffəqiyyətin sirri israrla işləməkdir. Çalışma 6. Mətnin əsas fikri ona uyğun olan hikmətli sözü müəyyən edin. Əsas fikir axtarmaqdır. Hikmətli sözü də axtaran tapar demək olar. Çalışma 7. Evrika mətn üçün astar sözdür. Fikrinizi təsdiq və ya inkar edin. Məncə Evrika açar söz deyil. Çünki mətndə yalnız axtarmaqdan danışır. Evrikadan danışmır. Evrikanı yalnız bir dəfə deyir, amma axtarmağı nə qədər deyir? Yalnız nə isə axtarır. Amma məsələn, adını qoymaq olar ki, mətnin axtaran tapar, axtarmaq qoymaq olar. Çalışma 8. Mətndə frazeoloji birləşmələri seçib yazın. Nəzərə çarpmaq, qulağa dəymək, sükuta batmaq, intiqam almaq, nəfəsi ilə pıçıldamaq kimi sözlər frazeoloji birləşmədir. Çalışma 9. Deyir ki, piltə, pilətə, plitə sözlərinin mənası yazın. Piltə bəzi işıqlandırıcı, qızdırıcı cihazlarda yanan lent ipdir. Plitə xörək bişirmək üçün yanan fitilli cihazda. Yox, plitə isə metal parçası. Bunlar da belə. Çalışma 10. Həyat, ölüm, varlıq, yoxluq, intiqam sözlərinin məzmun qrupunda hansısa artıq ola bilər. Baxın, həyatla ölüm, varlıqla yoxluq. Amma intiqamın qarşılığı verilməyib. Ona görə fərqli olan intiqamdır. Çalışma 11. Deyir ki, mətnin altına xətt çəkilmiş cümlələrdə həmciz üzvlər tapıb, onları qrammatik şəkilçilərin işlənməsinə diqqət yetirin. Bu qapı pəncərənin bayır tərəfindən də bir kəs nəzərə çarpmır. Bir səs qulağa dəymir də. Burada həmciz xəbərdir. Yazır, sonra pozurdu. Burada da xəbərdir. Yenə kitablara baxır, təzədən deklamasiya edir, yenə yazır, yenə pozurdu. Yəni, eyni şeylər edir. Burada da həmçinin xəbərdir. Baxır, edir, yazır, pozur. Çalışma 12. Deyir ki, aşağıdakı mətnləri müqayisə edin. Təkrarlanan hissədikcə hansı mətn daha çox ağırlıq gətirir? Ən çox birinci mətn ağırlıq gətirir. Çünki doğma vətəndən, ana vətəndən danışır. Ona görə bu daha çox ağırlıq gətirir. Çalışma 13. Hansı cavabda yanlışlıq vardır? Cavab B variantı. Həmciz üzvlər arasında sintaktik əlaqə 2 növ özünü göstərir. Bu yanlışdır. Və əziz izləyicilər, mən bugün sizlərlə birlikdə Evrikanın çalışmalarını izah etdim. Sağ olun əziz izləyicilər, kanalıma abunə olmağı və like atmağı unutmayın. Sağ olun.